Salam, bir daha əziz abituriyentlər. Baxırıq kompüterin proqram təminatı əməliyyat sistemi 51-ci sualdan başlayaq sualların izahını verməyə. Deyir, hər birinin həcmi 13,5 kilobayt olan 2 dənə səs faili var. 2 səs failimiz var. Hər birinin həcmi bizim üçün 13,5 kilobayta bərabərdir. Hər birinin həcmi 8,8 kilobayt olan 3 video faili var. Bax, 2 dənə bizim üçün səs failimiz var. Hər birinin həcmi 13,5 kilobaytdır. Sonra 3 dənə video failimiz var. Hər birinin həcmi 8,8 kilobayta bərabərdir. Və hər birinin həcmi 2,6 kilobayt olan 4 mətn faili var. 4 dənə də mətn faili var. Mətn failimiz var. Hər birinin həcmi 2,6 kilobayt bərabərdir. Kilobayt deyir ki, failini kompüterin yaddaşında saxlamaq üçün neçə kilobaytlıq yaddaş sahəsi lazımdır? Klasterin ölçüsü 6 kilobaytdır. İlk öncə gəlin bir dənə səs faili üçün klasterin biri 6 kilobaytsa 13,5-dən sonra 6-ya bölünəcək ədədimiz olacaq bizim üçün 12, 16, 18. 18 də 2-yə vuracam 36 kilobayt 2 dənə səs failin ölçüsü olacaq, diskdəki ölçüsü. Sonra 8,8-dən sonra 6-ya bölünəcək 12-dir. 12-yi 3-ə vuranda 36 kilobaytda bu eləyəcək. 2,6-dan sonra 6-ya bölünəcək 6, 4, 24 kilobaytda bu eləyəcək. Ümumi bizdən həcmlərini soruşur. 36, 36, 72, bir dənə də 24, o da eləyəcək 96 kilobayt. Yəni, yaddaşın sahəsi 96 kilobayta bərabərdir. Bəzən uşaqlar götürüb, bax, hər biri üçün ayrı-ayrıdır. 2 səs failidirsə, biri üçün 18 kilobayt ayrılır. Yenidən 2-yə vurmalıyıq. Hər birində 18, 13,5, 4,5 kilobayt boş yer qalır. Məsəl üçün, səsdə. Baxaq növbəti sualımıza. Diskdə 13 kilobaytlıq səs faili diskimiz var. Diskdə 13 kilobaytlıq səs faili, 27 kilobaytlıq qrafik faili olursa, bu faillərin ümumi neçə klaster yerləşir? Klasterlərin sayını soruşur. Klasterin biri də 5 kilobaytdır. 13-dən sonra 5-ə bölünəcək 15-dir. Diskin həcmi neçədir? 15 kilobaytdır. Bunu da bölərəm 5-ə, 3 dənə 5 kilobaytlıq klaster səs failindən istifadə olunub. 27-dən sonra 5-ə bölünəcək 30-dur. Bunu da 5-ə bölərəm, eləyər 6. 6 dənə də 5 kilobaytlıq klaster istifadə olunub qrafik failə. Ümumi bizdən bunun həcmini soruşur. 5, 6, o da eləyəcək 9, 52-də düzgün cavabımız olacaq D variantı. Baxaq növbəti sualımıza. Diskdə klasterin ölçüsü 8 kilobayt olaraq, klaster 8 kilobaytdır. Yaddaşda fail diskdə 72 kilobayt yer tutur. Failin həcminin mümkün variantlarını müəyyən edin. Əgər 72 kilobaytsa failin ümumi həcmi, biz burada 79-a 8-ə bölünənləri, məsəl üçün 64 ilə 72 aralığında və 72-nin özü də daxildə götürməliyik. Bax, 62 bizim üçün doğru cavabımızdır. 68 doğrudur. 72 doğru cavabımızdır. 2, 3, 2, 3 və 5 düzgün cavabımız olacaq. 53-də B variantı. Başqa heç nə axtarmağın yeri yoxdur. 8-ə, bax, 72 8-ə tam bölünür. Bəli. Bundan əvvəl 8-ə tam bölünən hansıdır? 64. 64 daxil deyil. Amma 72 daxildir. Bu aralıqda olanların hamısı. Deməli, 66, 68 və 72 bizim üçün düzgün cavabdır. O da olacaq B variantı. Həcmi 118 kilobayt olan fail 5 megabaytlıq boş diskdə maksimum 2 dəfə yerləşdirmək olar. Həcmi 118 kilobayt olan failsə, əgər diskin ölçüsü 8 kilobaytsa, onda failin ölçüsü nə qədər olar? 120 kilobayta bərabər olar. 120 8-ə tam bölünür. Bəli. Deməli, 5-i də vuracam 1024-ə. Onu da böləcəyik 120-yə. O isə təqribən bərabər olacaq 42 tam neçə? Bu da bizdən də tamlı soruşur. 42 dənə bizim klasterimiz. Neçə dəfə yerləşdirmək olar? Boş diskə 42 dəfə. İlk öncə failin diskdəki həcmini tapırıq. Sonra kilobaytlandır. 5 megabayt kilobayta çevirirəm. 5120, onu da 120-yə böləndə 42 düşəcək. Düzgün cavabımız olacaq Y variantı. Baxaq növbəti sualımıza.
C diskində olan şəkil BMP faylını şəkillərin qovluğunda yaradılmış 9-cu sinif qovluğunda yerləşdirir. Faylın tam adını deyir, müəyyən edin. 9-cu sinif qovluğunda yerləşdirilirsə, şəkil BMP 9-cu sinif qovluğunda yerləşdirilir. Məsəl üçün, burada şəkillərimdə yerləşdirilib. Şəkillərimdə 9-cu sinif qovluğunda yerləşdirilir. 9-cu sinif qovluğunda şəkillər yerləşdirilir. Disk adı səhvdir. Baxaq, C variantına uyğun gəlir. Sadəcə olaraq burada C ilə D uyğun gəlir. Sadəcə olaraq burada faylın adını yazılmayıb. Ona görə C variantı səhvdir. Düzgün cavabımız olacaq ilə D variantı. Burada 9-cu sinifin içərisindədir. Ona görə səhvdir. Yaxşı. Baxaq növbəti sualımıza. Diskin bir klasterinin həcmi 16 kilobayta bərabər. Bir dənə klasterimiz 16 kilobaytdır. Aşağıdakı faylların hansılarının yaddaşda ən az 48 kilobayt yer ayrılar? 32 ayrılmaz, çünki 32 bölünür. 38 ayrılar, çünki 38 kilobaytda diskin ölçüsü klaster 16-dırsa 48-ə yaxın götürməliyik. Sonra 48 kilobayt yer ayrılar, 49 yox, 48-i keçir. 42 bir də. Düzgün cavabımız olacaq 2, 3, 5, C variantı 56-cı sualda. Sadəcə diqqət tələb etmək lazımdır. Yəni, diskin ölçüsü 16-dırsa 48-i keçməyin, 48-dən 32 aralığında olanları götürəcək. Və 16-ya, məsəl üçün, 32-dən 16-ya bölünür, 48-dən 16-ya bölünür. Sadəcə orada 32-ni götürmürük. Biz burada götürməliyik 32-dən böyük 48-ə daxil olmaqla bu aralaqdakının hamısını. 6 ədəd 5 GB-lıq boş DVD diskə neçə ədəd 6 MB-lıq fayl yazmaq olar? 6 ədəd 5 MB-lıq boş DVD diskə neçə ədəd 6 MB-lıq 5 GB-ımız megabayta çevirəndə 5120 megabayt eləyəcək. 5120 megabayt. Bunu isə biz 5 GB boş DVD diski 6 megabaytlıq fayl. Mən burada 5 GB megabayta çevirdim. Onu da 6-ya bölək. O da 853 tam 3 davam eləyə gedəcək. 853 tam 3 davam eləyə gedəcək. Amma mənə burada tam hissə lazımdır. 853 yenidən 6-ya vuracam 6 megabayta. Bu da tam olaraq 5118 eləyəcək. Düzgün cavabımız olacaq B variantı. Bəzən uşaqlar gedir 120-nin özünü götürür, 121 götürür. Olmaz. Bölürsünüz. Birinci megabayta çevirmək 6-ya bölürsünüz. Tam hissəni götürürsünüz. Yenidən bizdə 6 megabayt deyir. 5 megabayt da olur. Və yaxud buradan da 6 deyib 6-ya vurduq. 5-ə də vurur. Ala bilərsiniz. Məsələnin həll qaydası bu cürdür. Doğru yazılmış mətin tipli faylların adını müəyyən edin. Tekst mətndir. 1 doğrudur. Docx doğru deyil. Çünki sual işarəsi var. 1 doğrudur. Altdan xəttdə 3 doğrudur. Ulduza görə 4 səhvdir. 5 doğrudur. Slash-a görə 6 səhvdir. 1, 3, 5. 1 doğru. 3 doğru. 5 doğru. Yox, hə, mətn deyir. 5 səhvdir. Çünki PPT faylıdır. 1, 3 düzgün cavabımız olacaq. D variantı. Windows əməliyyat sistemində mümkün olan fayl adlarını müəyyən edin. Ulduza görə A variantı səhv, 1 səhvdir. 1 səhvdirsə D, Y variantları getdi. 2 doğrudur, 3 doğrudur, 4 səhvdir. 4 səhvdirsə B və C variantları getdi. Düzgün cavabımız olacaq A variantı. 3 doğrudur, 2 doğrudur, bir də 5 doğrudur, 6 da səhvdir. Baxaq növbəti sualımıza. Hər biri 1 kilobayt həcmə malik 10 ədəd səs faylı. 1 kilobaytdır həcmi malikdir. Hər biri 10 ədəd səs faylı. 10 ədəd səs faylımız var. Hər biri 1 kilobayta bərabərdir. 10 kilobayt həcmə malik 5 ədəd mətn faylının 10 kilobayt həcmə malik 5 ədəd mətn faylının
5 ədəd mətn faylının həcmi 10 kilobayt. Yaxşı. 17 kilobayt həcmə malik 3 ədəd də qrafik fayl var. Burada mətn yazaq. Ədədini yazmasaq da olardı. 30 ədəd də qrafik fayldır. Bu da 17 kilobaytdır. Klasterdə 4 kilobaytdır. Əgər biri 4-dürsə, bu eləcək 40 kilobayt. Əgər biri 5 dənədirsə, biri 10 kilobaytdırsa, 4-ə bölünərdə bu olacaq 12, 12 5-ə vuranda 60 kilobaytdır. Bu eləcək. Yaxşı. Biri 17 kilobaytdırsa, 4-ə bölünəndən sonra 20, 20-ni də 3-ə vurarıq. Bu da eləcək 60, 120, 40. Bu da eləcək 160. Düzgün cavabımız olacaq 60-da Y variantı. Dəfələrlə dərsdə izah eləmişəm. Yəqin ki, tam şəkildə başa düşürük. Klasterin tutumu 6 kilobayt olan diskdə faylın yaddaşda tuta biləcəyi həcmi müəyyən edin. 126 6-ya tam bölünür. Bəli, 6-ya tam bölünənləri götürərik. 126-nı 1024-ə vurarıq. Kilobayta çevirməmiz daha 1026 vuraq. 1024 bölək 6 tam bölünür da tam, bəli. 24 2 1 21 vuraq 24 tam bölünür. Deməli bir doğrudur. Bir doğrudursa Y, A, D variantlarını kənarlaşdıraq. 2-yə baxaq. 6-ya bölünür. Bəli, 1 doğru. 2 doğru. 6-ya tam bölünür. Sonra baxaq. 3 bölünmür. 1 megabayt 1024 kilobayt eləyir. 222 1024 6-ya tam bölünmür. 132 gigabayt 132 vuraq 1024 bölək 6. Bölək 6-ya bölünür. 132 bir dəfə 12 12 12 vuraq 1024 6-ya tam bölünür. Deməli 5-də doğrudur, 11-də bölünmür. 1 2 5 düzgün cavabımız olacaq B variantı. Əslində burada kilobayta çevirib 6-ya bölünənləri, tam bölünənləri götürməliyik. Məsələn, mahiyyəti ondan ibarətdir. Baxaq növbəti sualımıza. Hər birinin həcmi 99 kilobayt olan 150 faylın neçəsini 1 megabaytlıq boş diskdə yerləşdirmək olar. Yaxşı. Bir dənə hər birinin həcmi 99 kilobayt olan fayl, yəni bir dənə faylımızın həcmi 99 kilobaytdır. 150 dənə belə fayl var. 1 megabaytlıq boş disk. 1 megabaytlıq boş diskimiz 1024 kilobayta bərabərdir. Klaster 6-dır. 99-dan sonra 6-ya bölünəcək. Ədədimiz 96 6 102-dir. Biri üçün 102 kilobayt diskdə yer ayılmalıdır. Çünki 6-ya bölünən olmalıdır. Klasterin həcmi 6 kilobaytdır. Yaxşı. 150 vuraq 102. 102. Bir üçün 102-dirsə, bir üçün 102 kilobayt yerdirsə. Burada biz əgər 150-ni 102-yə vursaq, ümumi hamısının həcmini taparıq. Amma elə deyil. Bizim əlimizdə 1 megabaytlıq boş disk var. Onda mən 1024-ü də elə bölərəm 102-yə. O da təqribən 10 tam onda 10 039 neçəsə düşəcək. Bu da elə 10 götürəcək, düzgün cavabımız eləyəcək Y variantı. 10 dənə tam 102 kilobaytlıq faylı yerləşdirə bilərik. Onu yerləşdirirsə, deməli, neçəsi qalır? 140 dənəsi yerləşdirə bilmərik. Baxaq növbəti sualımıza. Diskdə eyni həcmə malik olan faylların sayını müəyyən edin. Klasterin ölçüsü 4 kilobaytdır. 17 kilobayt 4-ə bölünən 20. Bir dənə fayl. Bizdən bunların sayını soruşur. Bu da 4-də bölünür, düzdür. Yox, bizə 4 faylların sayını müəyyən edir. Həcmə malik, eyni həcmə malik. Aha. Sonra 17 düzdür, 20 düzdür, 22 4-də klasterin ölçüsü. Eyni həcmə. Bu olacaq 24. Bizə lazım deyil. Bu olacaq 40. Bizə lazım deyil. 41 kilobaytdır. 19. Bunda 4 kilobaytlıq klasterin 20 kilobayt olacaq. 19 bizə lazımdır. Bu da elə cəmsi 3 dənə yerdə. Bizdən bunun sayını soruşur. Düzgün cavabımız 60 üstü olacaq bir variant. Baxaq növbəti sualımıza.
22 kilobayt həcmi olan fayl diskdə neçə klaster və neçə kilobayt yer tutar? Əgər 22 kilobayt həcmli bir faylımız varsa, neçə klaster və neçə kilobayt yer tutar? Klaster 6-dırsa, bizdə 22-dən sonra 6-ya tam bölünən hansıdır? 24 kilobayt. Diskin həcmi 24 kilobayt. 24 6-ya böləndə klasterin həcmi isə 4 kilobayt. Düzgün cavabımız 64-də eləyəcək elə B variantı. Windows əməliyyat sistemində yanlış olan fayl adlarını müəyyən edin. 1 doğrudur, 2 siləşə görə səhvdir, 2 səhvdirsə A, D variantlarını, Y variantlarını kənarlaşdıraq. 3 doğrudur, 3 doğrudur, siləşə görə 4 səhvdir, 4 səhvdirsə C variantı gedir, bir dənə B variantı qalır. Burada suala görə 5 səhvdir, bir də 6 doğrudur. Düzgün cavabımız 1, 3, 6, 65'də olacaq B variantı. Keçək növbəti sualımıza. Səs diskdə həcmləri 206 kilobayt, 304, 1347, 460 kilobayt olan fayllar var. Hansı faylların ölçüsü diskdə tutduğu yer ilə eynidir? Klasterin ölçüsü 4096 baytdır. 4096 baytımız. Bunu kilobayta çevirəndə, baytdan kilobayta keçəndə 1024-ə böləcəm. Bu eləyəcək 4 kilobayt. Bəlli məsələ oldu ki, klasterin həcmi 4 kilobayta bərabərdir. İndi baxaq görək burada deməli 4-ə bölünən hansılardır? Deməli 206 səhvdir. 206 bölünmür. 206 bölünmürsə A, B variantlarını və bir də D variantını kənarlaşdıraq. Baxaq 304. 304-ü 6-ya böləndə 4-ə bölünür. Biz 4-ə bölünən tapmalıyıq. 4-ə 32, 24. 4-ə bölünür. 4-ə 304 bölünür. 304 doğrudursa, 304 doğrudursa deməli mən baxıram ki, elə burada C ilə Y-nin üzərində dayanmalıyam. C ilə Y-nin üzərində dayanmalıyam. 4-ə 13, 4, 7 bölünmür. Bir də 460 bölünür. Düzgün cavabımız olacaq C variantı. 4-ə bölünənlər tapmalıyıq da burada. 256 rəng çalarlı palitradan istifadə etməklə 768 640 piksel ölçülü qrafik təsvirin hər birini yaddaşda saxlamaq üçün əlavə 40 kilobayt informasiyanı da saxlamaq lazımdır. 4 kilobayt klasterlə bölünən 3 megabayt həcmi olan boş diskdə ən çox neçə belə təsviri saxlamaq olar? Deməli, uşaqlar, bizim rəng palitramız 256 rəng palitrasından ibarətdir. Onda buradan alırıq ki, bit dərinliyimiz 8 bitə bərabərdir. Qrafik təsvirin həcmini tapası olsaq, 768 vuraq 640, o da vuraq 8. Elə birbaşa mən bunu kilobayta da çevirmək üçün 213-ə böləcəm. Bu isə 768 vuraq 640 vuraq 8. Belə 8192. Vuruq bölsəniz 480 kilobayta bərabər olacaq. Yaxşı, əlavə olaraq 480 kilobayta yaddaşda saxlamaq üçün əlavə 40 kilobayt informasiyada saxlamaq olar. Bu da 480 plus 40 kilobayt əlavə, bu da eləyəcək 520. 4-ə bölünürmü? Bəli, 4-ə bölünür. 5, 12, 3, 4-ə bölünür. Yaxşı, bizdən növbət dəfə klasterlərdə 4 kilobaytda 4-ə bölünür. Mütləq şərtdir ki, gətirməliyik. 3 megabaytımız 3 vuraq 1024 deməkdir. O da 3072-yə bərabərdir. Mən növbəti dəfə 3072-ni də 3072-ni böləcəm 520-yə. Tapacam nəyi? 3072-ni 520-yə bölməliyəm ki, tapım 3 megabayt həcmi olan boş diskdə ən çox neçə belə təsvir saxlamaq olar? Saxlanılan təsvirlər, o da 5 tam onda neçəsə 9, 0, 7, 6 düşür. O da ən çox 5 dənə təsvir saxlaya bilərik. Düzgün cavabımız olacaq A variantı 67-ci sualda. Baxaq növbəti sualımıza.
Klasterin ölçüsü 4 KB olan diskin tutumu 700 MB-dır. Həmin diskdə 700 MB-dır. Həmin diskdə 3 ədəd 2045 KB-lıq mətn, 7 ədəd 1023 KB-lıq səs, 14 ədəd 2040 KB-lıq həcmə malik qrafik fail yazdıqdan sonra diskdə neçə megabayt boş yer qalar? İlk öncə 700 MB vuracağım 1024'ə. Niyə vuracağım? Çünki klasterin həcmi mənə verilibdir kilobaytla. Bu da eləyəcək 71680 kilobaytlıq. Diskin həcmini tapdıq. 2045 kilobaytlıq. Baxaq görək 3 ədəddir. 1 2045 bölünür 4-ə. 4 xeyr 2046 44 bölünürsə üstünə də bir 4 gəndə 2048 bölünəcək. 2048 bunu da vuraq 3-ə. 2048 onu da vursaq 3-ə. Bu da eləyəcək 6144 kilobayt 3 ədəd mətn faili üçün artıq həcmi tapdıq. Sonunda toplayıb çıxıb yazıram. 1023 kilobaytlıq səs faili 7 dənədir. 1024 4-ə bölünür. Aha, bu da 1024. Diskin həcmi 1024 olmalıdır. Bunu da bir dənə 7-yə vursaq. 7 vuraq 1024. O da eləyəcək 7168 kilobayt. Çünki 7 ədəd səs failinin diskdəki həcmini də tapdıq. 2040 4-ə bölünür. Bəli, 14-ə də vuranda 2040 kilobayt 4-ə bölünür. Çünki klasterin həcmi 4 kilobaytdır. Bunu da 14-ə vuraq. 20 40 2040-ı vuraq 14-ə. O da eləyəcək 28560 kilobayt. Yaxşı. Bunların həcmini tapsaq. 28560-ın üzərinə gələcəyəm. 7168 28560-ın üzərinə 7168 gələndə eləyəcək 35728. Onun da üzərinə uşaqlar. Bir dənə də gələk 6144. O da eləyəcək 6144 gələndə eləyəcək 41872. Artıq mən hər 3 faylın mətnin, səsin və qrafik faylların hər birinin həcmini tapdıq. İndi boş qalan yeri soruşur. İndi mən burada 7168 80 düzgün get. Yox, bir dənə 8. Aha. Bundan çıxacağım 41872-ni. 716.000, hə, 716.800-dən çıxaq 41872. 41872. Bu isə bərabərdir 674.000 vergül lazımdır. 928. Mən yenidən 6774'ü 6074 928'i bunu bölək. Kilobaytlandır da, hə. 1024'ü də bölək ki, megabaytla tapaq. O da təqribən eləyəcək 1024'ə bölməliyəm. O da təqribən 659,19 belə gedəcək. O da 659 düzgün cavabımız elə Y variantdır. Amma qəbulda belə bir sualın düşməyi mənasızdır.
Elə yarım saat uşağı ilə bunu vurar, toplayar, çıxar. Əsas odur ki, mahiyyətini bildikdə bu tipli məsələlər. Baxaq növbəti sualımıza. Doğru mülahizələri seçin. Disk cleanup proqram vasitəsilə proqramların işini dayandırmaq olar. Xeyr, Task Manager pəncərəsində proqramların işini dayandırmaq mümkündür. Disk cleanup vasitəsilə dayandırmaq mümkün deyil. 69-cu sualda bir səhvdir. Cache yaddaş prosesorda yerləşir. Doğrudur. Xidməti proqramlar tətbiqi proqram təminatına aiddir. Xeyr, xidməti proqramlar sistem proqramına aiddir. 2 səhvdir. Sərt disk ana lövhəsi üzərində yerləşən yaddaş qurğusudur. Xeyr, sistem blokun daxilində yerləşir, amma ana plata üzərində yerləşmir. Diskdə müəyyən həcmə malik ən kiçik yaddaş bloku sektordur. Bəli, düzdür. 2 düzdür. 5 düzdür. Prosesorun takt tezliyi hertzlə ölçülür. Bəli, düzdür. 2, 5, 6 bizim üçün düzgün cavabdır. Bir dənə qovluğumuz var. Qovluqda 3.5, 4.5, 5.5, 6.5, 7.5 kilo fail, 5 dənə failimiz var. Qovluqda faillərin sərt diskdə tutduğu ümumi yaddaşın həcmi kilobaytla müəyyən edin. Klaster 6-dır. 3.5-dən sonra 6-ya bölünəcək hansılardır? Buradan yazaq. Ardıcıl buradan yazım. 3.5-dən sonra 6-ya bölünəcək 6 kilobayt. Üstə gələk. 4.5-dən sonra da 6-ya bölünəcək 6 kilobayt. 5-dən sonra da 6-ya bölünəcək 6 kilobayt. 6.5-dən sonra 6-ya bölünəcək ədədimiz 12-dir. 12 kilobayt. 7.5-dən sonra da 12 kilobaytdır. Yaxşı. Bizdən bunları 12, 12, 24, 12, 36, 6 bu. Bu da elədir bizim üçün. 36, 6, 42. Düzgün cavabımız olacaq 42 kilobayt. Növbəti sualımıza baxaq. Deyir ki, cədvəldə fayllar və onların informasiya həcmləri verilibdir. Bir dəqiqə uşaqlar. Bütün qrafik faylların sürəti. Yaxşı, qrafik faylların gəlin həcmini tapaq. WAV deyil. WAV bizim üçün artıq səs faylıdır. TIFF-dir. AVI video faylı. Səhv etmirəmsə, ODG vektor qrafik redaktor faylıdır. Deməli, Saradır, Sabirdir və bir də Ayxandır. Bu qrafik təsvirlərin gəlin ümumi həcmini tapaq. Klasterin ölçüsü bir dənə baxım görün verilib burada. Yox, 72. Bit bölə saniyə. Həcmləri verilmişdir. Bütün qrafik faylların sürətini cəmi neçə saniyə ötürmək olur. Yaxşı, 2, 1, 3, 67 megabayt. 67 megabayt vuraq 223. Bunu da bitə çevirdik. Elə bunu da 222-yə bölsək. Yox, bağışlayın. Burada niyə 67 yazıram ki? Burada səhv yazdıq. Biz. Bir dənə 2 megabayt TIFF-dir. Bir dənə megabayt 1-dir. Bir də Penzini, bu exe özü icra olunan fayldır. 1-dir. 1 neçə eləyəcək? 1, 2, 4. 4 vuraq 223. Bu da böyle 222. 4 vuraq 2, o da eləyəcək 8 saniyə. Deməli, qrafik təsvirlərin ötürülməsi üçün bizə 8 saniyə lazımdır. Baxaq 72-ci sualımıza. Unicode kodlaşdırmada yığılmış 25 səhifəli elektron sənədin hər bir səhifəsində 32 sətr, hər bir sətrində 64 simvol var. 30% arxivləşdikdən sonra neçə 4 kilobaytlıq klasterə yerləşdirmək olar. İlk öncə gəlin mətnin həcmini tapaq. 25 dənə səhifəmiz var, 32 sətrimiz var, 2/5, 64 simvolumuz var, 2/6, Unicode-da 2/4-ə də vuracağım.
Yaxşı, kilobaytla istəyirsə bir dənə də elə 213-ə bölərəm. 211, 213 qaldı, 202, 202 ilə də bu getdi, 202, 4, bu eləyəcək 100 kilobayt. Mətnin həcmini tapdıq. Yaxşı, bu fayl 30% arxivləşdən sonra neçə 4 kilobaytlıq klasterə yerləşdirmək olar. 100 kilobaytlıq fayl bizim üçün kompüterin yaddaşında 100%lıq bir mətn faylıdır. 30% arxivləşdirilibsə, 30% arxivləşdirilmiş həcmin faylını x kilobayt deyək və onun 70%-ni tapmış olaq. Buradan da x-imiz bərabərdir 70 kilobayta. 70 kilobayta. 4 kilobaytlıq klasterə yerləşdirilir. Təzədən mən neçədən 70 kilobaytlıq faylı 4 kilobaytlıq klasterə yerləşdirmək olar. Belə eləyək, 74-ə bölünür, xeyr, 70-dən əvvəl 74-ə bölünmür, 72 4-ə bölünür, bəli, 72 4-ə bölünəcək, 72 kilobayt götürək, təzədən bunu 4-ə böləndə eləyəcək 1, 12, 4-ə böləndə, 32, 4-ə böləndə eləyəcək 8. Bizdən də burada klasterlərin sayını soruşur, 18 dənə klaster. Mən 70-i 4 kilobayt, 70 kilobayt ümumiyyətlə faylın həcmidir. 72 kilobayt ona görə gətirdim ki, 4-ə bölünən olsun. Çünki klasterin birinin həcmi 4 kilobaytdır. Özündən böyüyünü götürək. Sonra da onu yenidən 4-ə böldüm. Klasterlərin sayını tapdım. Klasterlərin sayı deyiləcək 18. 72-də düzgün cavabımız olacaq 18. Yəni bu tipli məsələləri necə həll edəcəyini mən sizə dəfələrlə dərsdə başa salmışam. Qovluqda baxaq 73-cü sualımıza. 3 kilobayt, 4.5, 6.5, 7.5, 11.5, 5 fayl var. 4 kilobaytdır. 3-dən sonra 3 zaten 4 kilobayta yaxındır. 4.5, 4.5-dən sonra 4-ə bölünəcək 8 kilobaytdır. Ədəd, yəni 8 kilobayt diskin ölçüsü 8 olmalıdır. 6.5-dən sonra diskin ölçüsü 8 olmalıdır ki 4-ə bölünsün. 7.5-dən sonra da 8 olmalıdır. 11.5-dən sonra 8-ə bölünəcək ədədimiz 16 kilobayt olmalıdır. Yaxşı, qovluqda ümumi həcmini kilobaytla müəyyən etsin. 8, 8, 24, 24-ün üstə 4, 28, 4, 40, düz getdiksə 16. Səhv eləmədikcə bu 4, 8, 8, 8, 24. Bir dənə də 4 burada 28. Hə, 4-ü sonra bölünəcək. Bunu 16 yox, 12 yazmalıyıq. Bağışlayın. Verəcək 40 kilobayt. 11, 15-dən sonra 4-ə bölünəcək. 16 niyə götürür ki? Hazır 12 var da. 12, 28. Bu da edəcək 40 kilobayt. Baxaq növbəti sualımıza. Yaxşı, hər bir diskdə 6 kilobayt yer tutan 724 ədəd fayl bütöv şəkildə disklərdə yazmaq lazımdır. Hər biri diskdə 6 kilobayt yer tutan 724 ədəd faylımız var. Bu məqsədlə ən az neçə 2000 megabaytlıq disk lazımdır. Yaxşı. Gəlin ilk öncə 2 megabaytımız 2048 kilobayta bərabərdir. 2048 kilobayta bərabərdir. İndi 2048-i də bölməliyəm mən 724-ə. 2048-i 724-ə. Hər biri 6 kilobaytsa. Yox, 724-də bölünüyüm. Hər biri 6 kilobaytsa. Bax, burada uşaqlar 2048-i mən bilirsiniz nə edəcəm? Tam şəkildə siz başa düşün deyəm. 2048-i mən böləcəm 6-ya. Tam olaraq 341 dənəsi düşəcək. 341 tam neçəsə mən 341 götürəcəm. Bax, yenidən mən 341-i vursam, 341-i vursam 6-ya, o mənim üçün eləyəcək 341 vuraq 6. Bu eləyəcək 2046 kilobayt. Bax, biri üçün 341 dənə fayl üçün
2048 kilobaytlıq 2 megabaytlığın birini istifadə etdim. Buradan 2 kilobayt boş qaldı. Yenidən 340 üçün, yəni 2 kilobaytlığın 2 megabaytlığın birini istifadə etdim. 341 kilobayt üçün. Plus 2 megabaytlığın birini də istifadə edəcəm. 341, 2, 8, 6, 682. Amma 682 ilə 724. Məsəl üçün 724, 682. Bunun hər birində, bax buna 1046 kilobayt istifadə olunur. 2 megabaytlığa, yəni 2048, buna da 2046 kilobaytlıq. Hər birində 2 kilobayt boş qalır. Yenidən 4, 2. 4-dən 2-sini çıxanda 2-si, 12-dən 8-sini çıxanda 4-ü, 42 kilobayt qalır. O 42 kilobaytdan ötəri yenidən bir dənə 2 megabaytlıq da açılır. O da 2046 kilobayt. Onun da 42'si yazdı. Yerdə qalan hamısı boş qalır. 2048'dir. Yəni 2048 2 megabaytın dedik nəyə bərabərdir? 2048 kilobayta bərabərdir. Onun 42'sinə yazılır klasterə. Amma 42'sinə yazılanda 2006'sı boş qalır. Amma dəxli yoxdur, yazılmalıdır. Boş qalsa da. Amma bizdən soruşur 2 megabaytlıq neçə dənə? 1, 2, 3. Birini 341'e, birini 341'e, birində 42 istifadə olunduq. Ona görə düzgün cavabımız olacaq 3. Bəzi uşaqlar deyir 2, yox 3. Çünki 2 olanda ortada 42 megabayt itmiş olur. Baxaq növbəti sualımıza. Deyir uyğunluğu müəyyən edin. Sistem proqram təminatı, tətbiqi proqram təminatı, proqramlaşdırma alətləri. Pascal proqramlaşdırma alətlərinə aiddir. 3-ə A. Photoshop tətbiqi proqramdır. Raster əsaslı qrafik redaktordur. 2-yə B. Utilitlər sistemə aiddir. Sistemin xidməti qoluna aiddir. 1-ə C. Basic proqramlaşdırma alətdir. 2-yə 3-ə C. Mətn redaktoru tətbiqi proqramlara aiddir. 2-yə E. 1C. 2B'ye 3. Buna D yazmalıydım. 2A D. Baxaq növbəti sualımıza. Diskdə eyni həcmə malik olan faylların sayını deyir müəyyən edin. Klasterin ölçüsü 6 kilobaytdır. Mən 6-ya bölünənləri götürməliyəm. Məsəl üçün eyni həcmə malik. Məsəl üçün 26 olacaq 24. 20-dən sonra 6-ya bölünəcək 24'dür. Bu da olacaq 20. Bu 30 olacaq. Bu da elə 30'dur. Bu 36 olacaq. 27 30 olacaq. 37 də bizim üçün diskin ölçüsü 6-ya bölünən 42 olacaq. Baxıram 30 hansıdır? 25'dir, 30'dur, 27'dir. Saylarını soruşur. Deməli, burada düzgün cavabımız olacaq 3. 1, 25'dir, 30'dur və 27'dir. Baxaq növbəti sualımıza. 77. Cədvəldə faylların adları və onların informasiya həcmləri verilmişdir. Bu faylların 4 kilobayt klasterə malik diskdə yerləşdiyini nəzərə alaraq bütün səs fayllarının diskdəki informasiya həcmlərini tapın. Exe səs faylıdır, MP3 səs faylıdır, WAV səs faylıdır, bir də MIDI səs faylıdır. 4 kilobayta bölünənə gətirir. 33'dən sonra 4'ə bölünəcək 36, sonra baxaq, WAV-da 37'dən sonra 4'ə bölünəcək 40'dır. 49'dan sonra 4'ə bölünəcək 48 plus 4, 52. Bu eləyəcək 96, 52, o da 128 kilobayt. Yaxşı, baxaq 78-ci sualımıza. Ləman tam dolu diskdən 8 ədəd 3 megabaytlıq səs faylı. Deməli 24 megabayt səs faylımız oldu. 24 megabayt səs faylımız oldu. 5 ədəd 4 megabaytlıq şəkil faylı, 5 ədəd 4 megabaytlıq şəkil faylı plus 20 megabayt da şəkil faylıdır. 12 ədəd 2048 bayt, 2048 2 kilobayt, 12 ədəddirsə 24 kilobayt da bizim üçün mətn faylını silindi, topladı və diskdən çıxdı. Diskin həcminə biz bir X desək, bunların hamısını toplayıb çıxsaq, yaxşı. Diskin yerdə qalan həcmini tapadı. Sonra isə bu diskə 2 ədəd 3 megabaytlıq səs faylı. 2 ədəd yenidən yazılır.
üzərinə gəlməliyik ki, 3 megabaytlıq səs faylı. 6 megabayt. 2 eyni ölçülü video faylı yazıldı. Buna da bir 2 xd 2 eyni ölçülü bilmirik. Və diskdə 16 megabayt 24 kilobayt boş yer qaldı. 16 megabayt. Bax uşaqlar, əslində burada belə yazmalıyam tənlik. 24 megabayt, üstə gələk 20 megabayt, üstə gələk 24 kilobayt buranı tapdıq. Yaxşı, bunu bərabər edəcəm. 6, 2, 3, 6 megabayt səs faylı. Üstə gələk 2x-ə də deyəcəm. Eyni ölçülü video faylı. Bunda üzərinə gələcəm 16 megabayt yenidən sonra yazılıbdır. 16 megabayt plus 24 kilobayt. 24 kilobaytları bir tərəfə kəsiləndə ləğv oldu, getdi. Böyləcə 16 megabayt. Yaxşı, 44 megabayt bərabərdir 2x plus 22 megabayta. 2x-imiz də bərabərdir 22 megabayta. X-imiz isə 11-ə bərabərdir. Bizdən nəyi soruşur? Bir video faylının həcmi neçə megabaytdır? O da 11 megabaytdır. Düzgün cavabımız elə olacaq 11. Baxaq növbəti sualımıza. Baxaq 79-cu sual. Deyir 120 mətn faylının hər birinin həcmi 218 kilobaytdır. Klaster 4 kilobaytdır. Əgər birinin həcmi 218 kilobaytdırsa, amma biz bunu 4-ə bölənə gətirməliyik. 218-dən sonra 4-ə 216 bölünürmü? 216 21 16 5 bölünür 220-yə. Səhv etməmsə 220-yə gətirməliyik. 4-ə bölünür. Yox. Amma 220 olanda 4-ə bölünəcək. Bəli, 220. Diskin ölçüsü 220 kilobayt olacaq. 7 megabaytlıq boş yer bu faylların ən çox neçəsini yazmaq olar. Boş yerə. Yaxşı, 7 megabaytımızı 7 vuraq. 1024 şəklində yazacağım. 7 vuraq 1024. Bu eləcək 7168 kilobayt. Təzədən bunu böləcəm uşaqlar. 4-də də bölünür 7168, 1 üçün 220. Bunu da bölməliyəm 220-yə. Bunu da bölməliyəm 220-yə. O da təqribən 32,58, 1,8 belə davam edəcək. Bizdən də tam hissəni götürəcək. Düzgün cavabımız olacaq 32. Növbəti sualımıza baxaq. Yaxşı, hər birinin həcmi 101 kilobayt olan fayllardan neçəsini 2 megabaytlıq boş diskə yerləşdirmək olar. 101-dən sonra 6-ya bölünəcək 102-dir. Bax, bunu 102-yə doğru gətirməliyəm. 2 megabaytımız da olmalıdır mənim üçün 2048 kilobayt. 2048-i bölməliyəm mən 102-yə. O da təqribən düşəcək mənim üçün 20,078, 43 belə davam edəcək. Mən də tam hissəni götürəcəm. Düzgün cavabımız olacaq 20. Baxaq uşaqlar 81-ci sualımıza. Nə deyir burada? Deyir ki, hər birinin həcmi 41 kilobayt olan 60 ədəd fayldan ən çox neçəsini 8 kilobayt klasterin ölçülü 1 megabayt həcmində olan boş diskdə yerləşdirmək olar. Məsəl üçün 41-dən sonra 8-ə bölünən əvvəlki 40-dır, üstə 8 gələndə 48 olacaq, düzdür? 60 ədəd faylın ən çox neçəsini deyil biz yerləşdirə bilərik. Yaxşı. Biri üçün diskin həcmi 48 kilobaytsa, biz burada neyinirik? 1 megabaytı çevirməliyəm mən
1024 kilobayta bərabər olacaq. Baxaq görək, 1024-ün içərisində 48 neçə dəfə yerləşir? 48-ə böləndə 21 dəfə tam yerləşir. 21 dəfə tam yerləşir. Elə 1 megabaytın həcmi, burada da biz 60 ədəd faildən ən çox neçəsini yerləşdirə bilərik? 21-ni yerləşdirə bilərik. Məsəl üçün, gəlin 21-i də yenidən 21-i vuracam 48-ə. Niyə 21-i 48-ə vururam? Bu da eləyəcək 1008 kilobayt. 1008 kilobayt 2, 14, 16 kilobayt. Məsəl üçün, buradan 16 kilobayt hər birində boş qalır, yaza bilmirik. Çünki bir failin həcmi 48 kilobaytdır. 21 düzgün cavabımız. Yaxşı, baxaq növbəti sualımıza. Səksən ikinci sualda bizə nə deyir? Uyğunluğu deyir, müəyyən edin. Mətn faylı, qrafik fayl, səs faylı. MP3 səs faylıdır. 3-ə uyğundur A. Docx mətn faylıdır, Word'un faylıdır. 1-ə uyğundur B. JPG qrafik fayldır, raster qrafik əsaslı fayldır. 2-ə uyğundur C. WAV səs faylıdır. 3-ə D. TIFF qrafik fayldır. Y. 1B2C, 3AD. Uyğunluğu deyir, müəyyən edin. Sistem proqram təminatı, tətbiqi proqramlaşdırma. Pascal proqramlaşdırma alətidir. ScanDisk sistem proqramının xidməti qoluna aid utilitli. Yaxşı. Impress tətbiqi proqramdır. 2-yə uyğundur C. C++ proqramlaşdırma alətidir. 3-ə AD. WinRAR sistemin xidməti qoluna aiddir. 1-ə uyğundur. 1B, 2C, 3AD. Uyğunluğu deyir, müəyyən edin. 84-cü suala baxıram. 1 iç-içədir, bu fayldır, bu isə boş qovluqdur. Onda 1-ə uyğun gəlir, iç-içə qovluqdursa D, 2-yə uyğun gəlir, əgər fayl qovluğudursa 2-yə uyğun gələcək sənədlərdən ibarət qovluq Y, 3 əgər boş qovluqdursa 3-ə də C. A, D, Y, C. Baxaq növbəti sualımıza. Deyir ki, CorelDRAW Disk Cleanup. Yaxşı, CorelDRAW tətbiqi proqramıdır. Vektor əsaslı qrafik redaktordur. Raster qrafik redaktordur. Xeyr, CorelDRAW vektor əsaslı qrafik redaktor. Xidməti proqramdır. Disk Cleanup, bəli. Xidməti proqramdır. Vektor qrafik redaktordur, bəli. 2-yə uyğundur AD, 1-ə uyğundur. Yox, 1-ə uyğundur AD, 2-yə uyğundur C. 86-ya baxağı. Mətn faylı, səs faylı və bir də təqdimat faylımız var. Mətn faylımız. Burada faylın uzantısı PPT-dir. Bu təqdimat faylıdır. 3-ə uyğundur A. Amma faylımızın adı Docx-dir, qarışdırmayalım. MP3 faylın adı PNG uzantıdır. Bu artıq qrafik fayldır. 2 bizim üçün səhvdir. Doc faylın adı text mətn faylıdır. 3-ə uyğundur C. Slide faylın adıdır. Docx uzantısıdır. Doc uzantısıdır. Bu da mətn faylıdır. 2-yə CD, 1-ə CD, 2-yə A, bir də WAV səsi soruşur Y. Deməli, aldıq ki, biz 86-da 1-ə CD, 2-yə Y, 3-ə A. Baxaq sonuncu sualımıza. Sistem proqram təminatı, tətbiqi və proqramlaşdırma alətləri. C++ proqramlaşdırma alətidir. 3-ə uyğundur A. Xidməti proqramlar sistemi aiddir. 1-ə uyğundur B. Access tətbiqi proqramdır. 2-yə uyğundur C. Linux sistemin baza qoluna aiddir. 1-ə B-də qrafik redaktorlar tətbiqi proqramdır. Y. Deməli 1B-də 2C-Y, 3-ə A. Sağ olun, uşaqlar. Növbəti video dərsimizdə görüşmək ümidi ilə.